Salam, xoş gördük, hörmətli izləyicilər. 3 sotun içində 3 otaqlı evdir, 100 kvadratdan da çoxdur kvadratı, böyük kvadratlı evdir, cəmi 68 min manata. 68 min manatdan ev sahibi özü endirim eləyəcək. Həyətində 30-a yaxın meyvə ağacı var. Gələndə inşallah bunları görəcəksiniz. Ev sahibi nə deyib, mən bir-bir onları sizə deyirəm. Baxın, diqqətlə bax. Mərkəzi kanalizasiyası var, qaz sayğacı, su sayğacı, işıq sayğacı var. Torpağının çıxarışı ilə satılır. 68 min manata, 68 min manatdan ev sahibi özü endirim eləyəcək. Zəhmət olmasa yaxınlaşın bura. Şəxsi özləri üçün tikilmiş evdir. Bir dənə bağı göstərin. Gəlin bir də buradan bağı göstərək. Baxın, bax bağına. Bütün meyvə ağaclardır. Bax görürsünüz. Bütün həyət hamısı meyvə ağaclardır. Hətta bax burada hasarın qırağına qədər bax belə bir görürsünüz ağac əkiblər hasarın qırağına. Buradan da bir dənə zəhmət olmasa göstərin. Buradakı tam etli yerimizdir. Bax oradan bir dənə düz saxlayın buranı. Bax burada tam etli həyətdir. Həyətin tam et hissəsidir. Yəni burada maşın saxlamağa, istəsiz beşetka yığdırarsınız, istəsiz naves düzəltdirərsiniz, nə istəsiz eləmək mümkündür. Bu da bizim evimizdir. Dəmir rəşotkalar nə qədər qurulub, qoşadaş kubiklə tikilmiş evdir. Qoşadaş kubiklə tikilmiş evdir. 68 min manata. Bir də zəhmət olmasa oradan bağı göstərək. Bax bağa bir dənə zəhmət olmasa diqqətlə baxın. Bax bütün meyvə ağaclardır. Bax həyət görürsünüz. Bax, bütün axıra qədər meyvə ağacları gedir. Bax, düz hasara qədər hamısı meyvə ağacıdır. Bir də təkrar edirəm, zəhmət olmasa mənə göstərin. Bir də təkrar edirəm, 30-a yaxın meyvə ağacı olan bir həyətdir. 3 sotun içərisində, 3 otaqda amma böyük kvadratdır, 100 kvadratdan artıqdır. İçində 2 kondisioneri, kombisi, kuxna mebeli, radiatorları, hər bir şey içində dəmir raşotkalar nə qədər hətta qoyulub 68 min manata. Qiymətindən hələ narahat olmayın. Hələ siz gəlin evə baxın. Xoşunuz gəlsə daha ev sahibi yenə də endirim eləyəcək. Davam eləyək. Bax, qapının ağzında, bax burada görürsünüz, bax belə uklon verilib bura. Burada boya-boy mərkəzi kanalizasiya birləşmiş trapdır. Trapı da var. Ərazidə qupquru ərazidir. Onsuz da bu ərazi rütubət olsa burada bu qədər meyvə ağacı yetişdirmək olmaz. Bu da bunun padvalıdır. İndi zəhmət olmasa yaxınlaşaq evin içərisinə. 2, 3, 4, 5 daş kürsülüdür. Yaxınlaşın evimizin içərisinə. Gəlin. Bax, evə girən kimi belə böyük bir koridordur. Buradan klişə çıxmaq üçün böyük bir yer var. Göstərin. Gördünüz? Klişə çıxmaq üçün yeri. Baxın. Radiatorlara baxın. 80 radiatorlardır. Davam eləyək. Elə birbaşa gəlin qonaq otağına. Bax, bu bizim qonaq otağımızdır. Yəni zalımız. 2 pəncərəsi var. Görürsünüz? Pəncərələr açıqdır. Sarayın ən hündür yeridir. Saray qəsbəsindədir bu ev satışda. Saray qəsbəsinin ən hündür yerindədir. 2 dənə bax pəncərənin altında yox. Burada 2 pəncərə var, bir dənə 80 radiator var. Bütün otaqlarda bax belə çatana boyları var. Bu kondisioner evin içərisində qalacaq. Bunlar evimiz burada qalacaq evin içərisində. Bəli, bu da qalacaq evin içərisində. Davam eləyək. Qonaq otağından sonra gələk bu yataq otağına. Bax, burada bir yataq otağıdır, görürsünüz. Böyük kvadratlı yataq otağıdır. Bu kondisioner evin içərisində qalacaq. 2 kondisioner. Sonra bir dənə zəhmət olmasa buradan çəkin. Gəlin bura. Bax, pəncərəni açırıq, öz bağı görsənir, görürsünüz. Pəncərəni açırıq, öz bağı görsənir. Bir dənə zəhmət olmasa buradan da bu şkafı çəkək. Buranı da götürün. Bax, bu da evin içərisində qalacaq. Təzə dolabdır, şkafdır, yəni evin içərisində qalacaq. Paltaracaqlı yığmaq üçün. Davam eləyək. Bura mətbəxidir. Mətbəx mebeli evin içərisində qalacaq. Qaş keçi də var. Moykası zadı hər bir şey hazır. Böyük geniş səliqəli mətbəxi var. Sanitar qovşağını göstərin. Bir dənə zəhmət olmasa göstərin. Bax, moydadır nə qədər hər şey içində hazırdır. Qurulu vəziyyətdədir. Görürsünüz? Hə, zəhmət olmasa indi gəlin bura. İndi sizə göstərin, bir dənə də burada yataq otağı var. Bax, bu da 3-cü yataq otağı. 3 otaqlı evdir. Gördünüz, bir dənə balaca otaq yoxdur. Hamısı böyük otaqlardır. Deməli, boş evdir. Dayı, yəni ev sahibi dayı gələcək bura evə, siz də gələcəksiniz, qiymətini danışacaqsınız, münasib eləyəcək qiymətini götürün bu evi. Həqiqətən çox düşərli, sarayın ən hündür yerindədir, qupquru ərazidir. Həyətində də 30 cür meyvə ağacı var. Qaz, su, işıq sayğacı var. Kanalizasiyası mərkəzidir, göstərdim. Qiyməti 68 mindən endirim olunacaq. Real alacağımız buyursun, zəng edəsiniz. Sağ olun.